Xəbərimiz yoxdur, nə var, nə yox. Açar burada, maşın burada. Özüm əli xodlamıram, biraz gözlədəcəm sizi. Neçə gündür əlləşirik, gedirik, gəlirik. Maşının axır ki bu dırıltı problemini həll elədik. Amma deyəcəksən ki, nə oldu yenə? Amma yenə də bir 10% müəyyən bir momentdə qalır. Bu da o demək ki, biz bunu tam təmir eləyə bilməmişik. Amma yenə deyirəm ki, 95% məsələ tamamilə həll olub. Prosta qalan o 5% mənim xəstəliyimdir. Ona görə də amma onu da düzəldəcəm, sözüm söz. İndi hazırsınızsa, maşını mən 2024-ün iyulunda almışam. İyulunda almışam, sentyabrda çatdı. Ümumi götürsək bu ilin martından, aprelindən sürməyə başlamışam, amma heç vaxt mən bu avtomobilin təmiz öz dırıltısı səsini eşitməmişəm ki, dünən eşitdim. İndi istəyirsinizsə sizə də qulaq asdırım. Bu günlərdə işimiz çoxdur. Bilmirəm, açığı günlük vlog çəkirəm, həftəlik, aylıq, illik, nəsə bir vlog çəkirəm. Hardasa dayanacaq. Odur ki, xoş izləmələr. Bir dənə bilet almaq üçün 10 dənə saytı gəzirsən, ay görüm filan reys harda ucuzdur, harda daha sərfəlidir. Artıq bunlara ehtiyac yoxdur. Çünki hamısı bir yerdədir. Aviasales.az-da. Bunun üçün isə sadəcə aviasales.az-a daxil olmaq kifayət eləyir. Çünki Aviasales bilet satmır. Ən ucuz bileti də. Storm'da paylaşım paralel. Baba bu hissədə biraz başlayır verməyə. Gül dızıltı verir. Onu da əldə edəcəm, az qalır. Amma köklü dəyişikliyi var, onu deyə bilərəm. Dünən sizə sözü vermişdim. Əsas hissəsini açıq desəm həll eləmişəm, amma yenə də bir 3-5% yüngülvari dızıltı qalıb. Onu həll eləyəndə çalışacağım belə ətraflı onu da çəkim ki, problem nədədir. Problem ümumi olaraq desəm, arxa klapanlardadır. Misal üçün, komfortda bağlanır, Sport Plus-da açılır. O klapan bağlı vəziyyətdə olanda başlayır orada drajeniya verməyə, o da başlayır səs eləməyə. Onu da yuxarıda o zaslonkanı saxlayanda, valvı saxlayanda yuxarıda belə bir futulka var. O futulkanın boşluğudur. O futulkanı biraz sıxanda ilişir, o açıla bilmir. Ona görə də qızıl ortanı tapmaq lazımdır. Onun üçün də biz, elə biz düzəltməliyik heç də. Maşında vəziyyət şükür Allah qəşəng, gözəl. Aşpıqamız, zadımız, heç nəyimiz yoxdur. Bir dənə kəmərdir, kəmərimizi də taxaq. Qış gəlməyib, üşüyür. İndi isə yola düşürük. Ya Allah. Deməli, sabahlarım drive show olacaq. Bilmirəm demişdim yoxsa yadımdan çıxıb bəlkə də. Ona görə də sabah üçün hazırlıq görmək lazımdır. Hazırlıq da dediyim maşını Moykaya verməkdir. İndi gedirik kartelə, maşını qoyaq, sonra davam. Baxın, Port Baku Volk, Meyzin düz dibindən parkingə yol düşür. Parkingdə Moykadır. Kartel buradadır. Bilməyənlər üçün, hər dəfə məndən soruşanlar üçün çəkirəm, xəbəriniz olsun. Və beləliklə gəldik, çıxdıq Moykaya. İndi bilmirəm bizim maşını nə vaxt yuyacaqlar, nətər olacaq, amma dedim ki, xəbəriniz olsun. Şu veşlərimi götürdüm. Maşın burada. Maşın verdik. Qaldıq piyada.
Burada da qəşəng bir dənə belə 36 kupe var. Çox sevinirəm ki, bu maşını sürürlər. Neçə vaxtı yol kənarı Xatay tərəfdə yatırdı. Sürüldüyünə sevindim. Neyse, söhbət onda deyil. İndi təzədən qayıdıram Ağşəhərə. Cilini götürməliyəm. Çünki cili ilə də işimiz var. Karteldə maşın qala-qala da qoy işlərimiz dayanmasın. Ağşəhərə necə gedəcəm? Bununla təbii ki, yox. Instagramda məni izləyənlər bilir. Keçən səfər day yarısın velosipedi sürdüm. Yarısı velosiped məni sürdü. Tuday suda yox. İndi Wings'dən, Jet'dən, Zatdan nəsə fırladıb gedəcəm. Cilini çoxdan da yumuruq. Prosto kartelə bunu verdim deyə. Orada da bir dənə maşın verə bilirəm də. İkisi, üçsü olsa ki, çox vaxt olacaq. Ona görə özümüz yuyacağıq. Nətər, necə? Çalışacağım, göstərim. Padiumda biraz əziyyət çəkir. Amma apar burada dayanmışdım. Mən padiumu qaldırırdım velosipedi. Neyse, yıkılmadan çataq. Burada take a photo. Bizdə belə çək. Dank. Dan. Boşum, 30 qəpik. 15 qəpik nəsə varım idi. Dəqiqəm var idi, nəyim var idi. Onun görə az çıxdı. Heç nə. Cil yazıq. Bir aydır mən onunla nə bilim Qəbələyə getdim, rayona getdim, gəldim. Gündəlik də deyil kar olaraq istifadə edirik. Yazığım bir üzü gülmədi. Düzdür, belə inanılmaz dərəcədə kirli deyil, amma yenə də kir varmı? Var. Ona görə də yumaq lazımdır. Mən bütün avtomobillərimə fərqi yoxdur. Köhnə, təzə, bahalı, ucuz. Alman, Kitay, Yapon heç bir fərq qoymadan hamısını çalışıram eyni səviyyədə baxım. Yeri gəlmişkən 20 minə doğru da yaxınlaşırıq. Öz fikirlərimi də deyim ki, razıyam qaqaş. Yəni 3 ya 4 dəfə yağ dəyişmişik, 5000-dən bir də 4 dəfə deyə bilərik. Yağ dəyişmişik, başqa heç bir problem çıxartmayıb da, yəni maşın. Deyəs ki, ay qaqaş, təzə maşındır da, nə problem çıxartsın. İndi mən nə desəm onsuz da hər şeyi nəsə deyəcəksiniz, ona görə də heç nə demirəm sizə. Hər şey qaydasında işləyir, razıyam, məsləhətdə görürəm. İndi görək bu markeşin neyini. Bunu amma istəyirəm ki, özüm yuyum. Gözləyirik otoredimizi. İndi bir dənə maşın çıxsın, yəqin ki, məndən başqa gözləyən yoxdur. İnşallah salar bir dənə bu yuyaq şişesi. A few moments later. Axır ki soxduq maşını. İndi 3 saat buradayam. Mən çıxmayacağam. Oturub gözləyəcəm. Manat vurub gözləyəcəm ki, zanitdir. Ya da harda neysə. Maşını yuyaq. Bu qədər əsəbləşdim bəsdir. Millət, maşını özünüz yuyursunuzsa, yekə dəsmaldan istifadə eləməyin, sıxmaq zulumdur, bezir adam. Nəticəni də istəmişsə göstərim. Məncə gözü başı açıldı. Hoppa. Bu belə, indi yumuşkən cuppuş da gəldi. Cuppuşu heç vaxt yumamışıq. Alından bir dəfə yuyulub. Ona görə bugün, yəni indi onu da bir dənə basıb yuyacağım. Bunun şahsantda özü balacadır, damı tentdir. Yüngül var, lotka quruladın, söhbət tutardı. Və belə cuppuş da paket. Qardaşız həftə sonunu ideal formada dəyərləndirdi. Cili burada. Cuppunu burada. Cuppuşun işləri var. Mən də bilirəm. Amma səbirli olmaq lazımdır. Çünki bunu da mən
yadınızdadsa alanda demişdim ki mini bir proyekt eləyəcəyik. Hələ pul yoxdur. İnşallah xırda yavaş-yavaş toparlayıb bunda proyekt halına gətirəcəyik. Çox maraqlı olacaq. Böyle görüntü də vereyim. Maraqlı olacaq deyəndə ki, yenə də heç kimin eləmədiyi bir şey eləyəcəyik. Ona görə də biraz da səbirli olmaq lazımdır. Heç nə. Yuduq, yorğunçuluq, gedək evə. Görək sonra başımıza nə gəlir. The next day. İkinci günümüzdəyik millət. Bu günləri tədbir günüdür. Drive show-ya gedirik hal-hazırda. Hava noyabra görə super, amma belə küləkli havadır. Gedək görək başımıza bu gün nə gəlir. Dəhşət küləkdir. Yəni heç maşını çölə çıxartmaq istəmirəm də, yəni. Deyim sizə. Yəni heyf o moykadan demək istəyirəm. Məhərrəm, zəhmətin bax gedir, bu yarpaqlar kimi zəhmətin də bax itirilir yavaş-yavaş. Çox pis. Çox pis. Və bəli, necə qaçır. Sərindir. Qaçdığıma görə Külək. elə eyni şeyi danışırdım ki, külək var, normal külək var. Məhərrəmin bax yuduğu bax bir gedir yavaş-yavaş. Sağlam qaqaş. Gliserin batır bu dəqiqə, tozlanır, Aa, Rəşad tozlanır. demiş. Ola bilsin time attack-da sürdük, amma yenə də mən sürməməkdən yanayam. İndi nə bilim, heyfim gəlir, belə yarışma falan ola, yenə bir interes ola, nəsə, amma belə baxarıq, nəysə. Bundan zor deyil, mən dıngıllam. Gələ. Gəldi. Heç nə, gedək çıxaq, görək nə var, nə yox. Qapalı tədbirdir, izləyici, yəni iştirakçı olaraq izləyici az olmalıdır. Əsas sürənlər olmalıdır, qrupu qavərə belə desəm. İndi görək də, gedirik. Hələ, sən deyirsən külək, Şamil mənə yığıb ki, alınırsa mənə bir dənə qısa qol götürdü. İstidir. Ona isti olmamalıdır əslində. Neyse, getdik. Maşın orada. Baba, maşın orada. Qapalı tədbir gözlürdüm, amma yenə də yetərincə adam var, yəni. Çox adam var. İndi görək, birazdan qızışmalıdır, əlki sakitçilikdir. Yəni şəhərdə gördüyümüz maşınlardır, bu tərəfdə bayklardır. Biraz da qarşıda old school avtomobillərdir. Hələ ki belə. Görüm indi maraqlı nəsə tutsam, çəkib sizlə də paylaşacağım. Pərviz gəlir. Birazdan reels çəkəcəyik. Hansı ki Instagramda post eləyəcəm və həmin postdan 3 nəfəri də drift taksiyə seçəcəm inşallah. Onun üçün video çəkirik. Düzdür, yəqin siz bu videoya baxanda artıq hamı seçilmiş olacaq, amma yenə dedim ki, qeyd eləmiş olum. Birazdan drift show başlayır. Drift karlar yavaş-yavaş düzülür. Bu da bizim aileye koşulan son drift karlardandır, Makaveli. Amin'in maşını, Elçinin maşını, İqbal'ın maşını. Hava camaat da düzülüb. Aksaqqal da buradadır da, Starik buradadır. Salam aleyküm. Keçək ortaya. Şükür. Görək nə çəkirirsiniz.
teker toz oldum. Sırayla yenə farını tək çıxacaqlar. Bu bir yarış deyil. Adından bəlli olduğu kimi drive show, yəni show xarakterli bir tədbirdir. Driftkarlarda fonda görürsünüz. Ya Elvinə tərəf gedəcək. Mən başını vermişəm, mandarin sən oldun. Belə çıxır. Hamı deyir mandarin sana. Yaxşıdır bura, bombadır. Demi sloy mandarin. Necə mandarin? Sloy mandarin. Qəşəng sloy. Salam Melik. Neçə yaşın var? 13. Öpürəm. Krallar, indi də time attack yoxlayırıq. Birinci səfərdir M4 CS-lə, görək başımıza nə gəlir. Ya Allah, getdik. Safety cardla olan kuruq bitəndən sonra artıq əsl timer başlayır. Getdi. Ben bizi bitər edədi. MDM'de sürürəm, arkası qaça bilər ona görə. Oynuyor, hara oynuyorsan denəm. Şimdi quruq MDM'i bağlayacaq. MDM siz nə? Şeyben var. Şeyben bizi yorur. Şeyben bizi yorur. Hop. Şeyben bizi yorur. Belə də 46 saniyə kimi bir şey. Yüngül atmaq da olar, sakitçilik. Yo. Keçib axırıncı maşın bizi. Açığı 46 sürdük.
rahat 44 falan sürmək olardı, bəlkə də 43 də sürmək olardı. Burada həm praktika söhbəti var. Mən maşını birinci səfərdə trek, yəni time attack olaraq sürürdüm. Belə də super də sürən deyiləm, heç vaxt da deməmişəm, amma məncə pis maşın sürmürəm. Gələcək dövrlərdə də inşallah daha yaxşı nəticə əldə edərik. Belə.